Herkese salam. Bugün sizlerle birlikte 5. sınıf tərbiyətin 1-ci hissəsinin ilk mövzusunu hüceyrədən orqanizmə mövzusunu öğreneceğiz. Gəlin ilk öncə bölmə 1-in başlığında verilən bölməmizin adını və burada verilən uşaqların danışığını nəzərdən keçirək. İlk öncə bölməmizin adı insan orqanizmi mövzusudur. Gəl ilk öncə uşaqların dediklərinə baxaq. Bədənimizdə birlikdə fəaliyyət göstərən bir çox orqanlar sistemi var. Bəli, biz bunu burada görürük. Orqanlar sistemi hansılardır? Hamısı burada verilib. Biz onlar haqqında böyük məlumat verəcəyik. Çeynənmiş qida bədənimiz boyunca necə hərəkət edir? Bunu da həzm sistemini öyrənəndə bu sualın cavabını verəcək. Nicat, qolunu sındırmışsan. Həkim qolumu gipsə qoyub dedi ki, sınıq özü-özünə sağalacaq. Bunun səbəbini izah verəcəm. İlk öncə burada gördüyünüz qol bizim dediğimiz hər hansı bir məsələn qol qırılırsa, bu zaman qolu məsələn olduğu kimi saxlayır və burada gipsdir. Gips də qolu olduğu kimi saxlamaq üçündür də bir sözlə. Və o olduğu kimi dayananda da burada Nicatın artıq qolu düzəlir. Yəni artıq özü-özünə düzəlmiş sayılır. İlk mövzumuza artıq keçə bilərik. Hüceyrədən orqanizmə. Deməli, məktəb binası kərpiclərdən və ya daşlardan, divarlardan, otaqlardan təşkil olunmuşdur. Oxşar olaraq deyə bilərik ki, canlı orqanizmlər də müxtəlif quruluş səviyyələrinə malikdir. İnsan orqanizmi də bir çox hissələrdən ibarətdir. Bu hissələr birlikdə fəaliyyət göstərərək bizim yaşamağımız və sağlam olmağımız üçün müəyyən orqanlar sistemini əmələ gətirir. Deməli, ilk öncə burada gördüyünüz hamısı haqqında məlumat verilib. Bu hüceyrədir. İnsan bədənində ən kiçik hüceyrədir. Yəni, ən kiçik quruluş vahidi hüceyrədir. Yəni, bunu bir sözlə biz kərpiclər və ya daşlar deyə bilərik. Burada zaten verilib. Onun haqqında məlumat. Toxunma isə bir neçə hüceyrənin birləşməsindən əmələ gəlir. O da yəni bu anlama gəlir ki, bir neçə kərpicin və ya daşın birləşməsindən əmələ gəlir. Orqan isə artıq bir neçə toxumanın birləşməsindən əmələ gəlir. Bayaqdan bir dənə divar düzəlmişdi, amma burada artıq təməl demək 4 divarın artıq hamısı düzəldi. Yəni orqanlar sistemində isə artıq burada bir neçə orqan fəaliyyət göstərir və bunun nəticəsində orqanlar sistemi əmələ gəlir. Yəni burada artıq təməl də bir sözlə olur da, dam olur, yəni evlə götürən də olur. Və burada da artıq biz bütün orqanları nümunə gətiririk. Orqanizm isə insan bədənini göstərir. Deməli, ilk öncə davam edək. Beləliklə, orqanizm orqanlar sistemindən ibarətdir. Orqanlar sistemi müəyyən funksiyanı bircə yerinə yetirən orqanlardan təşkil olunmuşdur. Deməli, burada fəaliyyət verilib. Fəaliyyəti əsasən deyir ki, dostlarınızla birlikdə 4-5 nəfərdən ibarət bir qruplar təşkil edəcəksiniz. Bunu hüceyrələrə, toxumalara və orqanlara ayıracaqsınız. Deməli, ilk öncə onda baxaq görək orqanlar sistemi hansılardır. Aşağıda insan orqanizmində birlikdə fəaliyyət göstərən müxtəlif orqanlar sistemi verilmişdir. Deməli, burada insanın orqanlar sistemləri verilib və biz onları öyrənəcəyik. Gəlin onda ilk sistemimizə baxaq. İlk sistemimiz qan dövranı sistemidir. Qan dövranı sistemi də İnsanın bədənində qanın hərəkət etməsinə kömək edir. Yəni burada verilib qan dövranı sistemi qanın bədəndə hərəkətinə təmin edir. Digər sistemimiz tənəffüs sistemidir. Onun sayəsində də yəni hava, nəfəs aldığımız hava ağciyərlərdə qazlar mübadiləsi baş verir və s. şeylər olur. Sonra deməli burada verildiyi kimi əzələ və sümük sistemi haqqında məlumat verim. Əzələ sistemi sümüklərlə birgə bədən hərəkətini təmin edir. Sümük sistemi də bədən dayağını təşkil etməklə yanaşı ona forma və görünüş verir. Daxili orqanların qorunmasında da iştirak edir. Məsələn, burada gördüyünüz qabırğa, burada yerləşən ürəyi və ağciyərlərdə qoruyur. Sonra tamam sinir sistemi ilə. Sinir sistemi həzm sistemində deyəcəm. Deməli,
Sinir sistemi duyğu orqanlarıyla qəbul edən informasiyanı sinirlərin köməyi ilə toplar, təhlil edir və orqanizmin bütün funksiyalarını tənzimlər. Yəni siz hərəkətlər edirsiniz və yaxud da hər hansı bir şey düşünürsünüzsə, bunu sinir sisteminiz vasitəsilə edirsiniz. Həzm sistemi vasitəsilə qəbul edilən qida parçalandıqdan sonra qana sorulur və beləliklə qanda vitaminlər əmələ gəlir. İfrazat sistemi qandakı tullantı maddələri bədəndən xaric edir. Qana daxil ola bilməyən vitaminsiz maddələr də bədəndən xaric edilir. Yəni ifrazat sisteminin də funksiyası budur. İnsan orqanizmindəki orqanlar sistemi sağlam yaşamağımız üçün müəyyən funksiyaları icra edir. Necə düşünürsünüz? Onlardan hər hansı birinin funksiyasının pozulması sağlamlığa necə təsir göstərər? Məsələn, qan dövranı sistemi olmarsa, bədənimizdə qan hərəkət edə bilməz və bunun nəticəsində də insan yaşamaz. Tənəffüs sistemi olmasa insan yaşamaz. Əzələ sistemi sümüklərlə birgə bədən bilirsiniz ki, hərəkətini təmin edir. Məsələn, o olmasa nə baş verər? Deməli, əzələ olmasa, təbii ki, insan hərəkət eləyə bilməz. Və yaxud da sümük sistemi olmasa, bədənin dayağını təşkil etməklə forma verir daxil. Hər hansı bir forma olmaz və bu da hərəkət etməməyimizə kömək eləyər. Sonra həzm sistemi olmasa yemək yeyə bilmərik və insan 3 gündən artıq yəni su içməsə 3 gündən artıq yaşaya bilməz. Yemək yeməsə 1 həftədən artıq yəni yaşaya bilməz. Sonra ifrazat sistemi haqqında da burada verilib, yəni o da olmasa qana deməli vitamini olmayan maddələr daxil olar. Bu da qanın zədələnməsinə kömək edər. Bizim əsas orqanlarımız harda yerləşir? İlk öncə insan bədəni 3 hissəyə ayrılır. Baş, gövdə və ətraflar. Biz bunu əsasən də orqanlarımızı bölüşdürə bilərik. Deməli, yəni hətta gəlin oxuyun. Biz əsas orqanlarımızı normal fəaliyyəti sayəsində yaşayırıq. Nəfəs alarkən, qidalanarkən, qaçarkən, oynayarkən və hətta yatarkən. Yəni hər zaman əsas orqanlarımız aktiv fəaliyyət göstərir. İnsan bədənini 3 hissəyə ayıra bilərik. Baş, gövdə və ətraflar. İndi biz bunu öyrənəcəyik. Baş hissəsi, baxın bu hissədir. Yəni özünüz görürsünüz. Burada da fəaliyyətdə də təsvir olunub. Sonra gövdə hissəsi artıq bizim bədən hissəmiz onlardır. Ətraflarda əllər, qollar və s. Fəaliyyət 2-yə gəlin. Baxaq, orqanların adlandırılması. Məsələn, burada deməli açar sözlər də verilib. Məsələn, burada verilən beyindir. Məsələn, bu burun boşluğudur, bu ağız boşluğudur. Və oradakı qulaqdır. Burada verilən deməli qida borusu var, bir də nəfəs borusu var. Burada ağciyərlərə ayrıldığı üçün nəfəs borusudur. Onun ortasında ürək yerləşib, sola meyilli şəkildədir. Qaraciyər, öd kisəsi, mədə, böbrəklər, yoğun bağırsaq və nazik bağırsaq da verilmişdir. Deməli, yəni hamısını artıq biz bildik məncə. Adlandırdıq. Düşün, müzakirə et, paylaş verilib, gəlin baxaq. Orqanı toxumadan necə fərqləndirmək olar? Orqan, deməli, bir neçə toxumanın nəticəsində yaranıb. Amma toxuma isə bir neçə hüceyrədən yaranıb. Ona görə bunlar fərqi odur. Ürək döş boşluğunda yerləşir. Sizcə ürək necə qorunur? Döş boşluğunda 12 cüt qabırğa var. Baxın, bu dərsdə də verilib. 12 cüt qabırğa var və bunun nəticəsində də həmin o qabırğalar ürəyi və ağciyərləri qoruyur. Biliklərin yoxlanılması. Orqanlar sistemi dedikdə nə başa düşürsünüz? Orqanlar sistemi dedikdə bir neçə orqanın birlikdə fəaliyyət göstərilməsi başa düşürəm. 2. Sinir sisteminin nə kimi əhəmiyyəti vardır? Sinir sistemi bizim duyğularımızı bir sözlə kontrol eləyir. O bizi yəni yönləndirir da. Yəni o olmasa artıq biz öz duyğularımızı yaşaya bilmərik. Məsələn, biz hərəkət eləyiriksə, onu da sümük sisteminə, sinir sisteminə borcluyuq da. Yəni bunları deyə bilərəm. Sağ olun.